Həzrəti Peyğəmbər salavatullah belə buyurur. Allah Teala buyurub: And olsun öz izzətim, cəlalım, kibriyəm, nur və məqamın yüksəlliyinə. Hər vaxt bir bəndə öz istəyini mənim istəyimdən qabağa salsa, mən onun işlərini pərakəndə vəziyyətə salaram. Dünyasını onun nəzərində cilvələndirib, qəlbini dünya ilə məşğul edərəm. Dünyadan ona təqdirində buyurduğum qədər əta edəcəyəm. And olsun öz izzətimə, cəlalıma, nuruma, əzəmətimə və məqamın yüksəlliyinə, əgər bir bəndə mənim istəyimi öz istəyindən qabağa salsa, mən mələkələrimə əmr edərəm ki, onu hifz etsinlər. Yeri və asimanları onun ruzisinə öhdədar edərəm. Onun bütün ticarətlərinin arxasında dayanaram. Dünyanı istəməməsinə baxmayaraq, dünyanı ona əta edərəm.